kədərin aradan qaldırılması və zihab-ı şiddə, çətinliyin aradan qaldırılması, xeyrin gəlməsi, ən böyük səbəblərdən birisi bilirsiniz nədir? Əl-musara ilə əməl xeyr. Xeyr əməllərdə yarışmaq. Sonra dua etmək. Yəni, xeyr işlərdə yarışırsan, kasıblığa əl tutursan, gözəl söz danışırsan, hər hansısa bir xeyr iş, ibadətlər olsun, müstəhəb namazlar olsun, müstəhəb oruclar olsun, çox-çox edirsən. Və sonra dua edirsən. Bu, duaların qəbul üçün ən böyük səbəblərdən birisidir. Bunu hardan bilirik? Allah da peyğəmbərləri bizə vəsf edir. Ənbiya surəsində nə deyir? İnnəhum kən yusari'unə fil xeyrat. Onlar deyir, xeyr işlərdə yarışardılar, tələsərdilər. Və yəd'unənə rəğabən və rəhbən. Həm ümidlə dua edərdilər, həm də Allahın əzabından qorxaraq. Amma nə oldu? Duaları qəbul olundu. Ona görə də Allah da onların hamısının dualarını qəbul etdi. Sən də dualarını Allah etməmişdən əvvəl yaxşı əməllərini artır və ümidlə Rəbbinə dua et. Rəbbin sənin dualarını qəbul edəcək. Çünki Allah hər şeyə nədir? Qadirdir.